Salam değerli dostlar. Mən bugün sizlərə inkişaf etmiş ölkələr haqqında məlumat verəcəm. Bildiyimiz kimi dünya ölkələri iqtisadi inkişaf səviyyəsinə görə iki qrupa ayrılır. İnkişaf etmiş ölkələr və inkişaf etməkdə olan ölkələr. İnkişaf etmiş ölkələrin əsas əlamətləri nədir? İlk öncə onları deyim. Bu ölkələrdə adam başına düşən illik gəlir 20-30 min dollardan çox olur. Çox sahəli sənaye sahəsi var. Maddi istehsal sahəsində də emal edici sənaye üstün olur. Təsərrüfat polisentrikdir, yəni çox şaxəlidir. Bir də üstə gələk də, yəni paytaxtdan başqa iri sənaye şəhərləri çoxdur. Yəni belə deyək də, inkişaf etməkdə olan ölkələrdə əsasən bir şəhər inkişaf edir. Məsəl üçün Azərbaycanda Bakı inkişaf eləyib. Amma inkişaf etmiş ölkələrdə isə əksəriyyət şəhərlər inkişaf etmişdir. Yəni polisentrik deyirlər buna, çox mərkəzli. Daha sonra əhali artımı əsasən birinci tipdədir. Yəni buna müasir tip deyirlər. Əhali artımı demək olar ki, sıfıra bərabər olur. İstisna ölkələr də var təbii ki. Kapital ixrac edirlər. İnkişaf etməkdə olan ölkələrə kredit verirlər. Urbanizasiya səviyyəsi, şəhər əhalisinin payı yüksək olur. Həyat səviyyəsi üstün olur. Ekoloji vəziyyət də yəni yaxşı olur bu ölkələrdə. Təhsil, səhiyyə və digər belə sahələr çox yüksək səviyyədə inkişaf edir. Gəlin indi dünyamızda olan bu inkişaf etmiş ölkələri sadalayaq. Şimali Amerikada Kanada və Amerika Birləşmiş Ştatları. Bunlar böyük yediliyə daxildir. Yəni böyük yedilik deyəndə Kanada, Amerika Birləşmiş Ştatları, Şimali Amerikada, Qərbi Avropada Almaniya, Böyük Britaniya, Fransa və İtaliya. Bir də şərqdə isə Yaponiya. Bunlar böyük yeddilikdir. Yəni Yaponiya, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Kanada, ABŞ. Bu ölkələr payına dünyanın ümumi sənaye məhsullarının istehsalının 40%-dən çoxu düşür. Yəni dünyada olan bu 194 və yaxud 194 plus ölkələrin sənaye məhsullarının 40%-dən çoxu bu 7 ölkənin payına düşür. Bu oldu böyük yeddilik. Sonra var Qərbi Avropada olan inkişaf etmiş ölkələr. Bunlar hansılardır? Norveç, İsveç, Finlandiya, Danimarka, Belçika, sonra Hollandiya, Niderland, yəni iki adı var, Avstriya və İsveçrə. Bunlar Qərbi Avropanın inkişaf etmiş dövlətləridir. Bu ölkələr yüksək texnologiyaya malik olan sənayedə istehsal edilən məhsulların çoxunu ixrac edir. Əsas gəlirləri qeyri-istehsal sahələridir. Bank xidmətləri, turizm və sair kimi xidmətlərdən gəlirlərini əldə edirlər. Sonra inkişaf etmiş ölkələrin başqa bir qrupunu sayaq. Köçürmə kapitalizm ölkələri. Bunlar nədir? Yəni vaxtilə Böyük Britaniyanın keçmiş müstəmləkələri olmuşdur. Ölkənin əsas əhalisi belə ingilislər olub və İngiltərənin köməyi ilə metropoliyalar adlanırdı və belə idarə olunurdu. Bu ölkələr hansılardır? Avstraliya İttifaqı, Yeni Zelandiya, sonra bəzən Kanadanı da aid edirlər. Kanada eyni zamanda böyük yediliyə də daxildir. Cənubi Afrika Respublikası, bir də İsrail. Bu İsraildən başqa yerdə qalanlar, yəni Kanada, Cənubi Afrika Respublikası, Avstraliya və Yeni Zelandiya. Bunlar Böyük Britaniyanın müstəmləkəsi olub. Yəni metropoliya adlanırdı. Sonra Qərbi Avropada orta inkişaf səviyyəsində olan ölkələr. Bunlar hansılardır? Bu ölkələr inkişaf səviyyəsinə görə əvvəlki qruplardan, yəni əvvəl saydıqlarından geri qalır. Bunlar hansılardır? Portuqaliya, İspaniya, Yunanistan və İrlandiya. Yəni bunlar 4 ölkə oldu. İrlandiya, Portuqaliya, İspaniya və Yunanistan. Sonra var qrupa daxil olan yeni ölkələr. Bunlar hansılardır? Koreya, yəni Cənubi Koreya, Singapur, Kipr. Bir də Kipr. Bu söhbət Cənubi Kiprdən, yəni Yunan Kiprindən gedir. Qeyd edeyim ki, başqa dövlətlər də var. Onların ümumi daxili məhsulu çoxdur. Məsəl üçün Kuveyt olsun, Qətər olsun, Birləşmiş Ərəb Əmirliyi olsun, Oman olsun, Səudi Ərəbistan olsun. Bunların da gəlirləri çoxdur. Belə deyək, 20-30 min dollardan çoxdur. Sadəcə bu inkişaf etmiş ölkələrdə saydığımız bəzi xüsusiyyətlər onlarda yoxdur. Ona görə də bunlar inkişaf etmiş ölkələr qrupuna daxil edilmir.